Euro dolar, funt dollar bu cütlüləri gəldi. Desəni bildiniz ki, cümə günü yerli saatla əslində saat 3-dən 4-dən sonra euro dolar, funt dolların qalxması müşahidə olunacaq. Amma xəbərlər var. Avropada, İngiltərədə xəbərlər var bu saat 11-də, 13:30-da. Bu xəbərlər təbii ki, təsir göstərəcək. Eyni zamanda 16:30-da Amerikada zəif xəbərlərdir, amma 18:30-da isə daha vacib xəbərlərdir. Yəni bir sözlə alışlar funt dollar rəqabətində 1.31-lərdən sonra, satışlar isə 1.30-750-lərdən sonradır. Euro dollar rəqabətində 1.15-500-lərdən alışlar da, satışlar isə 1.15-250-lərdəndir. Və eyni zamanda Nasdaqda təhlükəli zona satış üçün 23.800 daha dəqiq desək 23.886-lardır. S&P-də təhlükəli zona satış əməliyyatları üçün 6.485-lərdir. Dow Jones-da isə təhlükəli zona 45.280-lərdir. Eyni zamanda DAX-a gəldi desə, DAX-da hələ ki aşağı doğru istiqaməti davam etdirib bir müddət DAX aşağı enəcək.